Birinci Salnamələr 5-ci fəsil. Ruvenin nəsilləri. İsrailin ilk oğlu Ruven idi. Amma atasının yatağını mundarladığı üçün onun ilk oğlu haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı. Ancaq Yahuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi. İsrailin ilk oğlu Ruvenin oğulları Xanok, Pallu, Xesron və Karmi. Yoelin nəsli, onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey, onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal, onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenilərin başçısı idi. Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi. Başçı Yeyel, Zəkəriyyə, Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı. Torpağı Nevoya və Baal-Meona qədər uzanırdı. Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi. Çünki Gilead torpağında çoxlu heyvanları var idi. Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə eləyib, onları məğlub elədi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı. Qadın nəsilləri. Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı. Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi. Öz nəsillərindən olan qohumları bulardı. Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever, cəmi 7 nəfər. Bunlar Buz oğlu, Yaxdo oğlu, Yeşişay oğlu, Mikael oğlu, Gilead oğlu, Yaroah oğlu, Xuri oğlu, Afixayelin oğulları idi. Quni oğlu, Avdiyel oğlu Axi onların nəsil başçısı idi. Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı. Yahuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu. İsraililərin Həcərlilərlə müharibəsi. Ruvenlilərdən, Qadlılardan, Menaşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar 44.760 nəfər idi. Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə elədi. İsraililər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub elədilər. Çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və ona güvəndikləri üçün Allah onları eşitdi. Onlar düşmənlərinin heyvanlarını 50.000 dəvəsini, 250.000 qoyun keçisini, 2.000 eşşəyini ələ keçirdi və 100.000 adamını götürüb apardı. Həlak olanlar çox oldu. Çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı. Yordan çayının şərqində yaşayan Menaşelilərin nəsilləri. Menaşe qəbiləsinin yarısının nəsilləri də həmən torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar. Onların nəsil başçıları bulardı. Efer, İşi, Eliyel, Azriyel, Yeremya, Hodavya və Yaxdiyel. Bunlar igid döyüşçülər, adlı sanlı adamlar və nəsil başçıları idi. Amma onlar atalarının Allahına qarşı xainlik elədilər və onların önündə Allahın məhv elədiyi ölkə xalqlarının Allahlarına istəyiş eləyib, xəyanət elədilər. Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı. O da Ruvenliləri, Qadlıları və Menaşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Havora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bugünə qədər də oradadır.